Əziz müştərilərimiz, bugün sizə çox fərqli və tamam fərqli bir qaydada hazırlanan, müştərimizin istəyinə uyğun olaraq hazırladığımız premium orqanik Gəncə səbətinin hazırlıqlarını tamam etdik. Deməli, başlayaq. Burada birinci ət məhsullarımızdan səbətimizin tərkibində 2 ədəd qəşəng kök əmlik qara quzularımız var. Təzə kəsilibdir. Ayaqlarında da qara manşırları saxlanıb, tüklərindən ki, qara quzu olduğu bilinsin. Qida təhlükəsizliyinin nəzarətində sağlam heyvanlar kəsirik bu cür. Qəşəng kənd çolpalarımızdır. Bazarımızın tərkibində hamısı təzə kəsilib, yığılıbdır. Sonra fərə hindişkalarımız var burada. Körpə bu ilki fərə hindişkamız. Əti çox gözəl, dadlıdır. Yerli sortdur. Bunu ən birinci önəm qeyd eləyək ki, yəni xarici sortlar deyil. Camış südünün üzündən yığılan 2 qab dəmir qabda qaymağımız var burada. Qoyun motal pendiri var. Əsl qoyun motal pendirimiz var burada. Camış qatığı var. Üzlü camış südündən hazırlanan Gəncə döyğamız var burada. İnək xamamız, camış nəhrə yağı. Bu camışın nəhrə yağıdır. Qəşəng burada 2 cür şorumuz var. Həm yağlı şorumuz var, həm də nəhrə yağından hazırlanan nəhrə şoru. Bu da xalis nəhrə yağımız. Dədə-baba nəhrə yağısında çalxalanır. Yağlı inək pendirimiz var burada. Qəşəng yağlı keçi pendiri var. Çörək çeşidlərimiz Gəncənin naziyi var. Çovdar ununun çörəyi var. Əsl heç bir qatqısı olmayan. Yuxamız var. Həm ağ, həm qara 2 cür yuxalarımız. Daş yuxası deyirik. Sonra kənd yumurtası var burada. Ondan əlavə meyvə quruları hamısı gözəl qaydada seçilib. Kişmişi gözəl hamısı dənə-bədənə seçilib, yığılıb. Qəşəng seçmə badamıdır, fındıq ləpəsidir. Sonra burada varımızdır qəşəng Hind qozunun ləpəsidir. Burada yığılıbdır. Türk püstəsi var. Qoz ləpəsi var. Hamısının ən gözəli, ən seçməsi. Meyvələrimiz də bax gördüyünüz kimi göz oxşayır, maşallah. Hamısının gözü, keyfiyyətlisi bir-birdən yığılıb. İndi hamısını açıq bir-bir istəmirəm ki, sayım deyim. Burada çeşidlərimiz maşallah çoxdur. Qız Əhməd almasından tutmuş növbə-növ alma çeşidləri hamısı yığılıb. Müştərimizə təhvil veriləcəkdir. Görürsünüz də maşallah. Meyvələr hamısı par-par yanır. Əla. Bunların hamısının ən keyfiyyətlisi yığılıbdır. Təbriz üzümümüzə kimi qoyulub bazarlığın tərkibində seyrək salxım. Qəşəng Göygölün qəşəng yeri moyruğu, qırmızı moyruğumuz tam köhnə dədə-baba sort. Dədə-baba sort moyruqdur. Hər şeyin ən keyfiyyətlisi dediyimiz kimi bazarlıqda yer alıbdır. Meyvələrimizdir. Burada üzüm 2 cür varımızdır. Sonra deməli burada var kinkanıdır, feyxasıdır. Hamısı gözəl qablarda yığılıb. Alma çeşidlərimiz yenə davam edir. Əla. Qəşəng şirin sulu hayvamız var burada. İri qara iricilə narımız var səbətimizin tərkibində. Qara cavalısıdır. Rozivi pomidoru, Qazaq pomidoru deyirik də bunu. Qəşəng rozivi pomidorumuz var burada. Ceri salxım pomidorumuz var burada. Xırda patron xiyarıdır. Əla. Badımcanıdır, bibarıdır, hamısı demək olar ki, dəstləşdirilibdir maşallah. Qəşəng sütül qarıqdalısına kimi bazarlığın tərkibində yer alıbdır. Və Gəncənin ən sevilən məhsullarından olan Gəncə göyərtiləri. Hamısı bu cür seçilib, yığılıb, hazırlanıbdır. Əla, bugün müştərimizə təhvil veriləcəkdir. Bazarlığımız tamamlandı. İnşallah yığacağıq bir orqanik yeşiyə, bir də səbətlərimizə yığıb müştərimizə təhvil veriləcək. Yenişlərimiz də buradadır, hazırdır. Yığıb bu günləri müştərilərə bu səbətlər, yenişlər təhvil veriləcək. Ancaq bu cür keyfiyyətli məhsulları bir ünvanda Orqanika Gəncə mağazasında əldə edə bilərsiniz. Həm Gəncə filialımızda, həm də Bakı filialımızda bu cür keyfiyyətli məhsullar hər gün satışda olur. Əla.